hematuriya olub, yəni silikdə qan olub, onunla əlaqədar müraciət edib. Həm ultrasəs müayinəsində, həm də KT müayinəsində silik kisəsinin sol yan divarında, silik axarının bilavasitə üzərində 3 sm ölçüsündə bir kobud xovlu törəmə aşkar olunub. Bu silik kisəsinin səthi şişlərindən sayılır. Biz görsədək indi ekranı, zəhmət olmasa görsədin. Deməli, bu görürsünüz, silik kisəsində olan törəmədir, xovları kobuddur, ayaqcıq üzərindədir. Zəhmət olmasa silik axar dəliyini görsət. Bu da silik axar dəliyi. Təxminən ondan 1 sm yarım, 2 sm yuxarıda deməli şiş törəmə var. Silik kisəsinin digər yerlərinə də baxaq. Digər yerlərində patoloji dəyişiklik aşkarlanmır. Bu sağ silik axarı dəliyidir. Ön divara da baxaq. Ön divar da sağlamdır. Mütləq əməliyyat etməmişdən qabaq silik kisəsinin bütün divarları yoxlanılmalıdır ki, digər şişlər olsa onlar da nəzərə alınsın. İndi biz digər yerlərdə şiş təyin olunmur. İndi biz silik kisəsinin şişinin tur əməliyyatını icra edəcəyik. Pauza. Yəni ayaqcıq üzərindədir. İndi zəhmət olmasa pauza, şişi bilavasitə ayaqcıqdan, yəni özünü götürmədən, yəni özünə dəymədən fikir verirsiniz, şişi en blok, yəni bütövlükdə götürdük. Bu da indi bitirək, digər məlumatları verəcəyəm. Buna en blok götürmə deyirlər. Yəni artıq şişin bilavasitə toxunmur. Bu çox yaxşı götürmə üsuludur. İndi həmin yeri bir daha bir də dibindən götürəcək analiz üçün. Zəhmət olmasa götürək, sonra kalkulasiya edərik. Görürsünüz, şişi götürdük. Yəni bütövlükdə şişə toxunmadan ayaqcığından şişi götürdük. Əgər imkan varsa, şişin bu cür götürülməsi daha sərfəlidir. İndi zəhmət olmasa dibindən də analiz üçün götürək. Bunu götürdükdən sonra eyni zamanda həmin nahiyədən analiz üçün, yəni patolojik analiz üçün onun dibindən də deməli material götürürük ki, analiz edək. Pauza. Gördüyünüz kimi həmin deməli dibindən də analiz üçün material götürdük, bitdi əməliyyat. Gemastaz. Deməli biz en blok götürdük. En blok götürəndən sonra hətta onun dibindən əlavə patoloji müayinə üçün material götürürük ki, daha dəqiq müayinə aparılsın. Bundan da əməliyyat bitdi. Əməliyyatdan sonra xəstəyə cavab alındıqdan sonra BCG vaksinası ilə müalicə görürsünüz, silik axarı dəliyidir, sol silik axarı dəliyi. Bu da götürdüyümüz yerdir. Dibindən də götürdük əlavə patomorfoloji müayinə üçün və yerini kalkulasiya elədik. Əməliyyat bununla da bitdi.